Yeni biznese başlayanlar, həmçinin kiçik və orta biznesi olanların diqqətinə. Mən biznes mentoru Solmaz Yaqubova sizlərin işinə yarayacaq bir neçə proqramımı sizə yaxın zamanda təqdim edəcəm. Həm məni tanıyan ətrafımdan, həm də təlimlərimdə tez-tez suallar alıram ki, biznesə necə başlaya bilərəm, necə idarə edə bilərəm. Bəzən soruşurlar, mən kurs açmaq istəyirəm, necə başlayacağımı bilmirəm. Mənim bilgim, bacarığım var, amma onu pula çevirə bilmirəm, sata bilmirəm öz bilgimi. Bilgisi, bacarığı var, amma özünü təqdim etməklə bağlı kompleksləri var və s. bir çox səbəblər var ki, insanlar bəzən özlərini irəli sürə bilmirlər, yaxşı satış edə bilmirlər. Mən də bunlar üçün işə yarayacaq bir neçə kurs hazırladım. Kimə hansı uyğundursa o kursu əldə edə bilərlər. Mən bu kursları yaxın 1-2 gündə elan edəcəm. İndi isə sizə indiyə qədər əlimdə olanlardan hazırladıqlarımı göstərmək istəyirəm. Məsələn, mənim bizneslə bağlı yazdığım bir kitab var. Daha doğrusu onlayn PDF var. Tamamlanmayıb, uzundur deyə hələ ardı gəlir. Onun bir hissəsini sizə göstərəcəm. Məsələn, burada biznes nədir, kimlər üçündür və necə biznes qurmaq olar başlığı adı altında yazdığım uzun bir kitab var. Görürsünüz, bitmir. Bu arada növbəti başlıqlardır ki, başlıqlar üzərindən də davam edəcək PDF-ə. Ondan sonra burada niyə hər kəs satmağı bilməlidir? Bu həm Azərbaycan, həm Türk dilində var. Bəzən Türk izləyicilərim var idi, maraqlanırdılar. Onlara göndərirdim, ona görə hazırlamışdım. Yəni satışla bağlı həm burada texnikalar var, həm də necə, niyə satış önəmlidir, bunu izah edirəm və hər kəs üçün olduğunu izah edirəm. Burada SMM-lə bağlı bir PDF var. Bunun mətni ayrı yerdədir, sonra buraya yerləşdirəcəm. Potensialı necə ortaya çıxarmaq olar, bununla bağlı PDF-im var. Amma yaxın zamanda bunların ən PDF-ləri kurs formatında sizlər üçün təqdim edəcəm. Həmçinin hazırda biznesmenlərin işinə yarayacaq bir proqram hazırlayırıq. Hansı bir proqram vasitəsilə aksesuar biznesləri, onlayn ümumiyyətlə satış edən istənilən bizneslər, işin yat mağazaları və s. Bunlar öz stoklarını, məhsullarının nə qədər əldə qaldıqlarını, kimə nə zaman çatdırılma etməli olduqlarını sadəcə bir proqram üzərindən rahatlıqla izləyib görə biləcəklər. Proqramın ödənişini, alıb ödənişini minimalist bir şey etməyi düşünürük ki, yəni hər yeni sahibkar bunu alıb istifadə edə bilsin. Bunun üçün izləmədə qalın. Qarşıda çox qəşəng şeylər biz irəli sürəcəyik. Kursları da həmçinin öyrənmək üçün takip edin, izləmədə qalın. Yaxında hamısını paylaşacağım.